Hyundai Tucson 2024 model incəleme. Avtomobildə ön ışıqlar burada yerləşir. Park radarlar var. Həmçinin burada bax belə ışıqları var. Belə bir lezva deyilən lezva disklərlə gəlir. Güzgüdə dönmə ışıqlar, yəni pavrotik var. O cümlədən açarsız daxil olması var. Salonda klimat kontrol. Belə bir böyük monitor. Sürətlər kutusu buradan dəyişilir. 360 kamera, yoxuş aşağı düşmə yardımcısı. 2 ədəd belə açarla gəlir. Start stop, bu tipdə bir monitoru var. 2 tərəfli multiroldur. Parçadır. Dəri versiyalar da olur və yaxud istəsəniz əlavə dəri çəkdirib göndərmək olar. Damın idarə etmə paneli. Tavanın arka hissəsi, arka oturacaqlar. Tavan hissəsi təmiz şüşədir, panoramik tavandır. Açılan panoramik tavandır. Mühərrik həcmi 1.6 benzin turbo mühərrikdir. 2024-25 model gelir. Rəng olaraq hal-hazırda 24-25 modellərin bu rəngi var. 22 modellərdə isə digər rənglərdə mövcuddur.